Birinci cümlədə mübtəda xəbər uzlaşmasıdır. A number of, a number of-un xəbəri cəmdə gələcəkdir. Are, were, have, do, fail, sonunda SES. 2, 3, C variantı. 2-də nöqtələrdən əvvəl words cansız isimdir. Cansız isim which və that olacaqdır. C variantı. Who's-dan sonra isim gəlməlidir. Şəxs əvəzliyi gəlib. İsim üstəgəl what olmaz. 3-də modal feildir. Will'in B'si yoxdur. Ought-un To'su yoxdur. 1 və 4 olacaq A variantı. Dördüncü testdə məchula çevrilə bilən. Baxıram cümlənin xəbəri was-dur. To be məchula çevrilmir. Birlərimi atıram. I bike. Mən velosiped sürürəm. Velosiped sürdürülür. Velosiped sürməyi məchul növdə verə bilmirik. İkilərim getdi. Qalır 3 ilə 4. Biz bu məsələ barəsində daha sonra danışacağıq. Bu məsələ barəsində danışılacaq. Bəli, məchula çevirmək olur. They have already analyzed the results. Onlar artıq məsələni, nəticələri analiz ediblər. Nəticələr analiz edilib. 3, 4. 5-də since görürəm. Since gördüm. Since-dən sonra sadə keçmiş zaman olacaqdır. Digər tərəf indiki bitmiş D variantı. Yadda saxlayıram. Bəzən bunu qarışdırırsınız. Deyirsiniz, since-dən sonra gəlsin, indiki bitmiş, yoxsa əvvəldə gəlsin. Yadda saxlayıram ki, after bağlayıcısından sonra had participle to gələcəkdir. Had participle to. Yeganə bu bağlayıcıdır. Ancaq digər bağlayıcılardan sonra mütləq sadə zaman gələcəkdir. Deməli ki, since-dən sonra bitmiş zaman gələ bilməz, gələcək gəlməz. Qalır cavabım D variantı. 5-də cümlə təsdiqdir. Təsdiqə təsdiqlə cavab verəcəm. 4-ü çıxdım, inkardadır. 4-lərim getdi, bir variantdadır. Cümləmin xəbəri to be good at, nədəsə yaxşı olmaq, bacarmaq. To be ifadəsidir, həz yoxdur. 3-lərim də gedəcəkdir. Qaldı 1, 2, 5. 7-də courage, cəsarət sayılmayan isimdir. Enough üstəgəl həmcəm həm sayılmayan olar. A little-dan sonra sayılmayan olar. Any-dən sonra sayılmayan olar. Bəli, any-dən sonra həmcəm həm sayılmayan gəlir. Few özündən sonra cəm istəyir. Saçdan sonra a lot yox, a lot of gəlir. 1, 3, 5 A variantı. 5-də dən müqayisə dərəcəsidir. Good dəyişib bet olacaqdır. C variantı. Peter showed, göstərdi. Nəyi? Mənə tamamlıq lazımdır, yəni obyekt lazımdır. My yiyəlik əvəzliyidir, his yiyəlikdir. Qaldı D və E variantı. İkinci tərəfdə isim gəlibdir. Theirs axırında S var, isimsizdir. Qalır cavabım D variantı. Onda plural cəm isimlər istəyir. A variantı təkdir. Dear, deyə bilərsiniz müəllim, bəlkə dear cəm verilib orada. Community-dən çıxın. Community təkdədir. B variantı harvest təkdədir. D variantı hər ikisi təkdədir. C variantı təkdir hər ikisi. Başlayın. Qalır cavabım E variantı. 11-də sinonimlər istəyir. Delight, has, məmnuniyyət, displeasure, narazılıq. Harbor liman, bridge körpü, temple məbəd, pond gölməçay, göl, disturbance, disturb, baxın narahat etmək, kökü disturbdur, narahat etmək, narahatlıq, disturbance, anxiety də narahatlıqdır, bəli, sinonimdirlər, E variantı isə sinonim deyil. Gəldik 12-yə, çox qəşəng bir testdir, bu təzə topluda da var. Suggest feilidir, suggest feili yadda saxlayıram ki, birinci qaydası özündən sonra birbaşa verb ing alacaqdır. Birbaşa verb ing aldığı 1. Deməli, mənim cavabımda 1-lər olacaqdır. A və C variantı getdi. 4 çıxdı, obyekt almayacaq, 4-üm getdi. Qaldım 2 ilə 3-ün arasında. Suggest-in birinci addımı odur ki, özündən sonra birbaşa ing alacaqdır və ya cümlə başlayacaqdır. Zət ola da bilər, olmaya da bilər, mötərizəyə aldım. Olsa da olar, olmasa da və daha sonra mübtəda gələcəkdir, daha sonra xəbər gələcəkdir. İndi gəldik bu xəbərin məsələsinə. Bəs xəbərim hansı formada olacaqdır? Xəbərim verb 1 başlanğıc formada olacaqdır. İstəyir mənim mübtədam he olsun. Yenə də sən feili başlanğıcda verəcəksən və yaxud da qarşısında should-la verəcəksən. Mən sizə deyirəm ki, bunu yadda saxlamağın yolu nədir? Həmişə düşünün ki, suggest-dən sonra gələn feilin qarşısında gizli should var. Modal feildən sonra feil necə gəlir? Başlanğıc formada. Elə düşünün. Əgər qarışdırırsınızsa, yadınızda qalmırsa, bu formada düşünə bilərsiniz. Deməli, bir düzdür götürəcəm. Birbaşa ing gəlibdir.
4-ü çıxmışdım. Baxın, to gəlibdi. Ola bilməz 2 səhvdir. 3-də düzdür. We gəlib. We, sonra should olubdu. Bax, burada zəti ata da bilər, should'u da ata bilər feil başlanğıcda. Bəzən deyirik ki, baş cümlə keçmişdədirsə, bu da keçmişdə olmalıdır, amma suggest bu qaydaya uymur. Feili başlanğıcda istəyir. Qaldı cavabım 1 və düz deyim 3 E variantı. 13-də interrogativ istəyir. Since when mənim sual sözümdür. Biraz böyüdüm. Since when mənim sual sözümdür. Sual sözümdən sonra yadda saxlayıram ki, heç bir halda sual sözümdən sonra mübtəda gələ bilməz. Ya birbaşa xəbər gələr, ya da köməkçi mübtəda xəbər. Birbaşa xəbər istəyəndə çəkə bilmədim mən buradan düz xətti. Birbaşa mübtəda gəlməz. B variantı getdi. Köməkçi mübtəda xəbər gələr. Birbaşa xəbər gələndə who, what, which of bunlar idi. Köməkçi mübtəda xəbər gələcək. Deməli, baxaq görək nə var. Does, she, do, does, diddən sonra feil başlanğıcda gəlməli idi. A getdi. That violin. Baxım görüm burada nə deməliyəm sizə. C variantında to be gəlibdi, is gəlib. Yadda saxlayıram. To be-dən sonra feil ya ing ilə gələcəkdi, ya da participle to olub məchul forma gələcəkdi. Ya indiki davam edici zaman, ya da ki participle to məchul forma gələcək. Yəni bundan başqa to be-dən sonra feili başlanğıcda verə bilmərəm. Qaldı D ilə E variantı. Biz də bilirik ki, how long-dur. How long. Bir də since when. Birlikdə də, when ayrı deyil. Since when. Bunlardan sonra have-has gələcəkdir. D variantı. Sonra 14-də at the weekend. Bunu bilirik əzbər. At the weekend həftə sonu. Sonra look forward to something. Aha, to gördüm. Söz önü gördüm. Söz önü üstə gəl ing. Gerund olacaq. B variantı. Look forward to something. Səbirsizliklə gözləmək deməkdir. Make-up'ımıza baxaq görək. Make-up'da nə deyibdir? Baxaq görək. If they, 2 ilə başlayaq görək necə gedir. If they, əgər onlar, xəbər lazımdır mənə. Die ölmək deməkdir. Bir də don't get enough water versək. Əgər onlar yetərincə su almasalar, 2-1-4, 2-1-4, 2-1-4. 2-1-4 bir dənə B variantında. Amma yenə də yoxlayaq da, baxaq görək nə olacaqdır. B yazaq, yoxlayaq. 3-6. Roses will die. Qızıl güllər solacaq. Əgər onlar yetərincə su almasalar, bəli, düz tapmışıq B variantı.